Nasıl bu gün əsəbdə maraqlı bir yerdən bilək. Bu gün əsəbdə nə edirik? Deməli, Məryəm Bayramova, Azim Hüseynov, Aylin Hüseynova. Yəni biz üçümüz arasında yarışma eləyəcək. Necə? Məryəm bizə ikimizə də sual cavab eləyəcək. Biraz da kamera arxadan hamı göstərsin bir dəfəlik. Azimlə mənə suallar verəcək kanalımız haqqında, öz haqqımızda. Yəni həmin suallarda biz cavablandırırıq. Bizim haqqımızda nə olduğunu özünüz biləcəksiniz. Hamımız biləcəksiniz. Bəli. 3 kimi indi birinci sualı alalım. Azim cavab verin. Sağ olun. Azimin kanalı budur uşaqlar. Orada abunə olursunuz. Yaxşı Azim. Sualı ver birinci. Məsələn, neçə yaşın var? Azim sən cavablandır. 11-cindəyim. 10-11-cindəyim. Mənim 12 yaşım var. Uşaqlar, çox yaxında 13 yaşım olacaq. Doğulduğumuz illərdə 2013-dür. Bunda da 2014-dür. Ad günlərimizdəki 15 fevraldır. Sentyabrın 5-idir bunda. Yəni bu haqqında ikinci sual gəlsin. Nə vaxtdan belə YouTube çəkməyə başlamısınız? Əslində belə deyim də, belə deyim başa düşərsiniz. Dəqiq vaxt deyəmərəm, amma yəni uşaqlığımdan başlamışıq da Azimlə birlikdə. Ən azı indiyə qədər saysaq 2021-ci ildən bəri 2020-dən çəkirəm. Azimdə. 2020-dən çəkirəm. Mən dəqiq deməsə 2020-dən çəkirəm videoları. Yox. 8-7 yaşım var. Sən yox. 8-7 yaşında sən 5 il bundan qabaq deyil. 4 il bundan əvvəlki videolarım var. Yəni 2021 falanında o civarıdır. Bizim bir yerdə 2021-də bizim bir yerdə orta hesabımız var. Hə, orta hesablarımız var. Bu arada uşaqlar, mənim tək hesabım, bunun tək hesabı, bir də orta hesabımız var. Yaxında orta hesabı da sizə göstərəcəyik. Nə gözəl. Sonra Nə səbəbdən belə YouTube çəkməyə qərar verdiniz? Nə səbəbdən? Yəni səbəbi nədir? Niyə YouTube çəkirik? Əslində insanların boş zamanlarında bizə vaxt, məsələn Türklərdə çoxdur. Azərbaycanda məsələn blogerlər az olduğu üçün bizə dedik ki, gəl biz də başlayaq YouTube-a. Oyun videoları çəkək, nə bilim İstanbul Guys, sonra Brawl Stars, Roblox, bütün videolar hamısını elə bir şey qarışdırıb, bütün hamısı vlog, oyun videoları hamısını birlikdə çəkmirik. Başlamanın səbəbi də sizi əyləndirməkdir birinci nömrədə. Yəni bir ki içəriklər ürətməkdir. Ən sevdiyiniz oyun da hansıdır? Ən sevdiyiniz oyun? Free Fire. Əslində belə deyim, uşaqlar. Məktəb olduğu üçün mən çox oyun oynamıram. Elə ki mən qısa oyunlar oynayıram. Məsələn, Brawl Stars ən sevdiyim oyun Brawl Starsdır. Amma Brawl Stars'ı hələ ki kasmıram. 3 aylıq bazarda kasmıram. Niyə kasmıram? Məktəb vaxtları əgər mən Brawl Stars kasam, ən azı 2-3 saat oynamalıyam oyunu. Ona görə də dərsə vaxt ayıra bilmirəm, eləyə bilmirəm. Ona görə də yəni səbəb budur da. Ən sevdiyim oyun da Brawl Stars'dır. Bəs belə adi, məsələn, çolaq falan çıxanda. Necə? Hə, çolaq çıxanda nə oynamaq istəyirik? Basketbol, voleybol. Məhəlləyə çıxanda uşaqlar 2-3 səfərdən voleybol, velosiped sürmək də ola bilər. Biz təzə yeni velosiped almışıq. Velosiped sürmək, voleyboldan velosiped sürmək deyək də biz o Bir də futbol da oynayırıq. Futbol da arada bir oynayırıq. Ən yaxşı voleyboldan velosiped sürürük. Yəni ən çox oynadığımız oyun budur. Biraz biləcək. Uşaqlar, bu arada bu videoda biraz gülmək amacı, həm də ki sizi əyləndirir. Bu da kanalımın bu arada ilk videosu. Siz də olsaq kim bəyənər? Neysə. Hə, belə. Hə. Onu çək, sual ver. Sual ver. Bir dəqiqə. Nə sual verə bilərəm bir dəqiqə. Biraz düşüncəlidir, yəni suallar bu qədər bizə. Yəni bir iki dənə sual ver. Bir dənə sual versəm mən yetərlidir, amma hansı sual verəcəm? Məsələn, ən sevdiyin futbolçu, hansı takımlısan? Hansı takımsan həqiqət? Bu arada uşaqlar, mən əslində əvvəllər Beşiktaşlıydım. Beşiktaşlı artıq deyirəm. Artıq uşaqlar, mən Qalatasaraylıyam, qardaşım Beşiktaşlı. İkimizin də forması var. Formalı şəkillərimizdə bu arada gələcək. Qoyacaq. O bir son hanımız. Bəs futbolçu yəqin bax. Ən sevdiyim futbolçu. Qalatasarayda məsələn Ronaldo. Beşiktaşda ən sevdiyin futbolçu hansıdır? Rafa Silva, okey. Mənim də ən sevdiyim Icardi'dir. Bu Beşiktaşlıdır, mən də Qalatasaraylıyam. Hə. Anladım. Sonra YouTube hesabınız var. Yoxsa Instagram belə? Yoxdur. Yoxdur. Ancaq YouTube. YouTube'a yəni necə davamlı olaraq istifadə edirsiniz, yoxsa Elə ki, YouTube'u çox istifadə edirik təbii ki, amma arada bir məsələn mən TikTok'dan artıq videolar götürürəm, YouTube'da paylaşıram, TikTok'da editlər hazırlayıram, YouTube'da yəni paylaşıram. çox işlədirsən də, belə deyim. Öz telefonda işlətmirəm, başqasının telefonda, edit telefonda, elə ki, artıq bir 2 dənə telefonda ona görə o da editlər paylaşır. Oradan hazırlayır. Hə, videolar editlər hazırlayır. Bunu da elə məndən bir yerdə də demək olar ki, editləri mən hazırlayam hamının. Hə. Bunun indi öz hesabı var, yoxsa? Elə bir şey uşaqlar, baxın. Azimin kanalı baxın budur. İkinci dəfə göstərirəm. Mənim 2 dənə kanalım. Azimin kanalı budur. İkincisi ortaq hesabımızdır. Mənim də kanalım təbii ki bu video belə basırsınız, yandırırsınız uşaqlar. Həmin videoya kanala like atırsınız, abunə olursunuz və sonra isə
videonun izləyicisi yetərli. Hə, yaxşı. Bu qədər bəs. Yox. Bu qədər bəhs edeyim, sonra sual təkrar edeyim. Bu arada mənim 6B-də sinif yoldaşlarıma salam deyirəm. Kim uşaqlar bu arada hər videonun başlanğıcında kim mənə salam yazsa, mənim videonun başlanğıcına qoyduysa, həmin hesab videonun başlanğıcına qoyacam. Dərsləri necə gedir? Yəni Mən də sən oxuyursan, necədir? Girmə daha. Hə uşaqlar, Azimdən başlayaq. Azim dərsləri necədir? Əslində mən Azim haqqında deyim istəyirsən uşaqlar. Azim Azim riyaziyyat, Azərbaycan dili, ingilis dili, o hamısı yaxşıdır. 4-dür, 5-dir, 4 də ola bilər, 5 də ola bilər. Çünki heç kəs yəni 5 ilə oxumur da. Bu yəni 5 deyil də, başa düşürsün. Hə, məndə Azərbaycan dili 5 ilə 4 arasıdır, riyaziyyat 5-dir, ingilis dili 4-dür. Yəni hazırlığa getmirik bu arada da. Yəni onu da hazırlığa deyirəm. getmirlər və 4-5 alırlar, qəşəngdir məncə. Qəşəng səviyyə, qəşəng. Hə, musiqi də 5-dir bu arada, rus dili də 100-dür. O, qəşəng. Rus dilində bildiyimiz rus olduğumuz ola bilər görsən. Hə, Russuz? hə. Bu sual da gəldi. Hədə russuz. Haralsın? Haralsın? Hə. Biz adalır. İnşallah bu video izləyənlərin bəziləri bilir ki, ağıcı, nolun 5 nə mənaya gəldiyini bilənlər, mən deməyəcəm bu uzaq. Mən deyəcəm sən. Ağıcı. Azərbaycanın 90 ailəmin yarısı hamısı rus dilində. Niyə dedin? İnşallah ağıcı mənasını altda yazın, həmin yoruma Nolun 5-in mənası? Cəlabə. O birislər ağığını özünüzü tapın. Ağıcı bir dəqiqə, Aylin Hüseynova, Cəlaba. Halaldır. Bu arada. Hə, o birislər, Nicar uşaqlar, yanımızda Nicar qaçdı. Bu arada, yaxşı, Səranə, yaxşı. Hə, Nə bilirsən, məsələn? onlar maraqlı suallardır, onlara özümüz haqqında bilməliyik. Bəli. Uşaqlar, mənim nə bürcü olduğumu Azim qız bürcüdür təbii ki. Fevral, sentyabrın 5-də doğulub. Mən də olsa bürcüyəm, 15 fevral doğulmuşam. Bəs sən nə bürcüsən? Uşaqlar deməli burada həmin bürcü yalandan deyir, zarafat mənasında deyir. Burada da gülürlər. Ona görə buranı kəsirəm səsini, yəni. Yalandan deyir qız bürcüdür, əslində buğa bürcüdür. Yəni qız bürcü deyil, buğa bürcüdür. Bir dəqiqə, uşaqlar bir dəqiqə. Şok. Bir dəqiqə, şok. Məryəm Bayramova doğulduğu ayı bilmir. Yəni bunu nə qədər, necə yəni bir şey olduğunu yəni mən demirəm. Uşaqlar burada da yalandan deyir ki, qız bürcü deyiləm, qız bürcü deyil. Qız bürcüyəm, sonra deyir qız bürcü deyiləm. Axırda da şu sağ olsun deyir ki, olsa bürcü deyiləm, ya da qız bürcü deyiləm. Deməli, oldu buğa bürcü. Hə, buğa bilirsən. Yaxşı. Sonraki sual. Məsələn, nə haqqında ola bilər? Harda yaşayırsınız? Necə yeyirsiniz? Həmən, Hə. mən də vaxtda Suraxanı yaşayıram. Suraxanı. Hə, bəli. Biz. Dolayısıyla video. Uşaqlar deməli gəldik, biraz ara verdik. İndi deyil. İndi məsələn, suallar var, suallar fikirləşmişəm. Məsələn, hansı markasını istəyirsən? Hansı marka ayaqqabı olaraq, paltar olaraq? Məsələn, ayaqqabı. Ayaqqabı olaraq uşaqlar, bunu gördünüz. Nike-dir uşaqlar. Bu arada corabım yəni şəkil, hadi önümdən çəkil. Yəni uşaqlar, Nike sevirəm. Sən hansı? Like. Sən də O, Nike-dir. qəşəng. Hə. Bir də orası. Dəqiqə. Bir dənə zəhmət olmasa o Adidas çəkin. Bir dənə zəhmət olmasa oradakı Adidas düşman. Adidas düşman. Hə, yaxşı uşaqlar. Bir də video normallaşdıraq da yox. Deyil. Nə silin Yox. Uşaqlar, bu arada siz bunlara söhbətlərə baş qoşmayın. Biz niyə? Həqiqətən gülə bilərsiniz. İstədiyiniz qədər gülün. Çünki həm də ki burada uşaq insanları güldürməkdir. İzən gəl biləcək. Yaxşı. Yaxşı uşaqlar. 3 başlayın. Və vloglar çəkməyə ha vaxt qərar verirsiniz. Çəkmək istəyirsiniz. Demək, Mən bir dəqiqə. Vlog başlayandan vlog çəkməyə başlamışam. Sonra vlogları ən çox hansı tərzdə çəkmək istəyirik? Bir yerə getdik vlog. Hə, Bir yerə getdik, bir şey Məsələn, elədik. uşaqlar 5 manatdan bir gün keçir və 5 manatdan nələr ala bilərik, Neptundan nə ala bilərik, qəşəng. rahatdan nə ala. Bax, o vloqları Teli versən 2 manat. Hə, onlar da Vlog. qarşılaşdıracaqdıq, prosta qarşılaşdıramadıq Teli ona versə getdi deyə. 2 Bəli, uşaqlar, hansı cür videolar çəkmək istəyirsə aşağıya yaza bilərsiniz. Bir də orta, böyük, küçük var. Hə, büyük Onu da orta, yeyərik. onu O da yeyərik. çox gözəldir. Hə. Prosta bizə büyük. Axırıncı sual olsun. Bu soruda var yox. işlədirsən? Nə? Nə tür işlədirsən? Əslində uşaqlar Redmi Redmi Note 12. Sən gəlib telefonu da belə. Redmi Note 12-dir. Editləri uşaqlar editləri bu arada iPhone telefondan edirəm. Ona görə biraz gözəl görünür. Bəli. Hə, şu. Sonra Sən ən sevdiyim əkir falan. Poco var. M1 bir dəqiqə. Poco M5. Poco M5. Məsələn, ətir və Maraqlı Ən sevdiyim gəl qır da. Hayır, şey eləməm. Hə, ən sevdiyim Maraqlı yap.
Marakuya. Marakuya ətri. Elə şey. Uşaqlar, bu arada ən sevdiyim duhu tabako vanildir. Çox gözəl ətdir. Məndə də Sizə də tabako tövsiyə edirəm. vanildir. Quşçu. Məndə də tavuk vanildən. Hə, uşaqlar. Neyse sen ol deyin. Yox, indi voleybol. Uzaqdan çək, uzaqdan çək. Uşaqlar, gör sizin videom maraqlı. Sabah gedin. Hazır. Deməli ən sevdikləri aktivite isə voleyboldur. 8 10 Bir dənə. Baxın uşaqlar. Hamı gəlsin, videoda çəkilənlər gəlsin bura. Uşaqlar, kanala like atıb Abunə olun. abunə olmağı unutmayın. Sizləri çox sevirəm. Unutmayın.